Və Tanrı Levillər kitabında müxtəlif cinsel məhdudiyyətləri bəyan edərkən əmr edir ki, qədimdə yaşadıkları o Misirdə etdikləri kimi etməyin və sizi gətirdiyim Kənan diyarında etdikləri kimi də etməyin. Onların əməllərinə uymayın. Misirdə yaygın olan və ölüm cəzasını gərəkdirən o ensest, heyvanlarla əlaqə və Kənan və Babildə yaygın olan o danışdığımız tapınaq fahişəliyi də daxil rədd ediləcək çox sayda əməl vardı. İbraniləri o ətrafındakı mədəniyyətlərdən daha da ayırmaq üçün Levilləri həm kişilər, həm də qadınlarla edilən zinayı qadağan elədi. Bu qadağaların hər hansı birini çeynəyən biri təkcə Tanrının nəzərində əxlaqsız olmaqla qalmır. Həmçinin də digər hər kəsin salamatını təhlükəyə atırdı. Bunun üçün də cəzası da böyüdür. Yəni bir kişinin yanlışı, bir şəxsin yanlışı bütün millətin sonu deməkdir.